Salam əziz izləyicilərim. Təşkilatçı müavin olaraq bir neçə müddətdir ki, təlimlərdə iştirak edirəm və bugünkü təlimi də sizlərlə bölüşmək istəyirəm. Təlimimizin mövzusu valideyn iclaslarında iştirak və maarifləndirici söhbətlərdir. Fikrimcə elə bu mövzu həm valideynlərimiz, həm müəllimlərimiz üçün çox aktual bir mövzudur. Valideyn iclasları sadəcə iştirak üçün yox, anlamaq, bölüşmək və birgə qərar vermək üçün bir fürsətdir. Bu təlimdə bir daha əmin oldum ki, maarifləndirici söhbətlər valideyn-müəllim əməkdaşlığının əsasını təşkil edir. Əziz valideynlər, sizlərlə qurulan sağlam ünsiyyət şagirdimizin inkişafına gedən ən güclü dəstəkdir. Hörmətli müəllim yoldaşlarım, bizim danışıq tərzimiz, empatik yanaşmamız, vizual və aydın izahımız valideyni prosesə cəlb edir və arada olan etibarı daha da gücləndirir. Gəlin unutmayaq ki, təhsil sadəcə məktəbdə deyil, evdə də davam edir. Biz müəllimlər elə valideynlə bir komandayıq. Məqsədimiz isə eynidir, yəni şagirdlərimizin uğurudur. Bu təlimdə bir daha öyrəndik ki, hər iclas bir fürsətdir. Maarifləndirmək, ilhamlandırmaq və birgə yol getmək fürsəti.